Neçə yaşı var pasiyentimizin? Yaşınızı da qeyd edin, zəhmət olmasa. Neçə Deməli, bir yaşı var? izləyicimiz, bəli. Bir izləyicimiz yazıb, bel ağrısı ilə bağlı sual verə bilərəm. Yəni Təbii ki, verə doktor baxır. bilərsiniz. Bəli, Bəli. təbii ki. Vüsal Qazi təkrar yazıb ki, başımın alın və arxa hissəsindən tutur ağrılar və çox yaddaşsızlıq olur. Mən bu qazimiz haqqında icazə versəz məlumat verərəm. Qazimiz Buyurun. 44 günlük vətən müharibəsində bəli öz yəni qəhrəmanlığını göstərmiş, həqiqətən də layiqli qazilərimizdən biridir. İndi yəni o tip üzrə mən tam ətraflı məlumat verə bilmərəm. Buyurun, eşidirik sizə. Başın alın və arxa hissəsində ağrılar və çox zaman yaddaş pozğunluğu olur. Yaxşı, alın hissədə və arxa hissədə soyuq hava kütləsi dəyəndə ağrı artırmı və yaxud da ki, başın arxa hissəsində, yəni ənsə nahiyəsini yəqin ki, nəzərdə tutur, boyun nahiyəsi. Bəli. Burada ağrı olduqda həmin pasiyent təzyiqini ölçürmü, təzyiqi yüksək olurmu? Yəni bu suallara da cavab versin ki, bir ortaq məxrəcə gələ bilək. Aha. Həmən o demək profil yazıb ki, məndə tez-tez bel ağrısı tutur 3 dəqiqəyə kimi. Nədən ola bilər? Tam fikrini elə çatdıra bilmirdi. Hansı profil yazır? O bir yaz bundan qabaq yazmışdı ki, məndə bel ağrıları şişir olur. o. Yazıb ki, 3 də Yox, yox. Ombam şişir, hə. Profil. Yox, xeyr, bu başqa profildə yazıb ki, 3 dəqiqəyə kimi davam edir. Yəni bayaqdan vaxtdan yazmamışdı. İndi tam yəni fikrini Bayaq biri çatdırmayıb. Mən xahiş yazmışdı edərəm ki, fikrinizi tam çatdırın. nevrotik mənşəli əgər bel ağrısı yazan pasiyentdirsə, çox güman ki, Bəli. o nevrotik mənşəlidir. Yenə deyirəm, həkim qəbulunda olmaq olar. Yəni bir sual, bir cavabla diaqnoz qoymaq mümkün deyil. Bu insan orqanizmidir. Pasiyent hər tərəfli, ətraflı yoxlanılmalıdır ki, ona doğru